Deməli 10.5-dən gəlin bir neçə suallara baxalım. Dövrlü alqoritmlərdə təkrarlanan addımlar necə adlanır? Baxın, dövrü alqoritmlərdə gəlin birinci biraz ondan danışalım. Baxın, elə götürəyin bu tapşırığı. Burada baxalım. Deyir ki, bax bu bir alqoritm. Blok sistemi qurulub verilir. Düzdür? X bərabərdir 10. Y bərabərdir 1. X bərabərdir x plus nə? 1. X nə olur? 11. X kiçikdir 10-dan. 11 kiçikdir 10-dan. Yox. Bax, düşdü bura. Bitdi. İndi gəl bura. 10 yox, 20 yazaq. Deyirəm ki, x bərabərdir 10. Y bərabərdir 1. Düzdür. X bərabərdir nəyə? 11. 11 kiçik bərabərdir 20-dən. Hə. 11 kiçikdir 20-dən. Hə. Neyinirəm? Qayıdıram yuxarı. Təzədən bax. Bu hissə. Bax, təzədən qayıdıram yuxarı. Gedirəm bura. Hesablama harada gedir? Burada. Bax, burada. Bura nə adlanır? Gövdə. Bəs bura nə hissəsidir? Şərt. Bəs indi mənə deyə görüm. Ön şərtli budaqlanmadır bu, son şərtli. Son şərtli. Çünki bax, şərt gövdədən sonra gəlir. Aydındır. Çünki şərt gövdədən sonra gəlib. Gövdə nəyə görə deyirik buna? Çünki hesablama bax bu hissədə gedir. Gəl baxaq. 11 aldıq. 11 kiçikdir 20-dən dedik hə. Qayıtdıq hara? Yuxarı. Düzdür? İndi yenidə nə yazıram? X bərabərdir nəyə? 11, yəni x. X-imiz 11 idi. Üstə yansın 1. X-imiz nə oldu? 12. 12 kiçikdir 20-dən. Kiçik bərabərdir hə. Yenə qayıdıram hara? Yuxarı, gövdəyə. Üstünə 1 gəlirəm. 12 üstə 1, 13. 13 kiçik bərabər 20-dən hə. Bu formada gedirəm. Hara kimi? Hə, yox olana kimi. Yəni, axırda gedəcəm, bax, 21 kiçik bərabərdir 20-dən yox. X-i çap eləyəcəm, X-in qiyməti olacaq 21. Bu misal üçün bir dəfə şey olur da. Hə, heç bir dəfə də. Hə, bir dəfə icra olunur. Çünki dövrün gövdəsi neçə dəfə icra olunacaq? Bir dəfə. Son şərtli dövrün üstünlüyü odur. Son şərtli dövrdə ən azı bir dəfə icra olunmalıdır. Amma ön şərtli də şərtdən asılıdır. Yəni, bəli, ödənməyə də bilər. Gəlin indi əlavə bir neçə nümunələrə baxalım. Məsələn, 4-cü suala baxalım. 4-cü sual F kilit algoritmidir. Bunu mütləq şəkildə dəftərinizə yazırsınız. İndi videodan baxıb yəqin yazarsınız, ya burada yazarsınız, ya evdə yazarsınız. Baxın da sən videoya deyirsən baxmayacaqsan, ona deyirsən burada yazma. Hə? Deməli, baxın bura. Algoritmin icrası nəticəsində x dəyişənin son qiyməti müəyyən edir. Burada nə görürsünüz? Nida bərabər. Uşaqlar, nida bərabərdir. Bərabər deyil deməkdir. Yəni bu. Yaz dəftərinə. Bərabər deyil. Bu işarə bərabər deyil deməkdir bu da. Aha. İndi baxırıq. 55 ilə 75 verib. X-imiz 55-dir, Y-imiz 75. 55, bizə deyir ki burada. 55 bərabər deyil 75-ə.
Bərabər deyil. Yox. Yəni bərabər deyil. Hə. Düşürük hə. Nə edirik? Deyir onda x böyükdür y-dən. Yəni 55 böyükdür 75-dən. Yox. Y bərabər nəyə onda? Bax yox, düşürük bura. Y bərabər nəyə? Y çıx, yəni 75 çıx 55. Y-imiz nə olur? 20. Sonra nə edir? Gəlir, düşür buradan, fırlanır başa. Təzədən. Deyir ki, nə edir? Deyir, x 55 bərabər deyil 75-ə, 20-yə. Y-imiz oldu 20. Hə, onda nə edirəm? Deyirəm, 55 böyükdür 20-dən. Yox. Hə, 55 böyükdür 20-dən. Hə. Onda nə edirəm? X bərabərdir. X çıx Y. Böyükdən kiçik çıx, yəni 55-dən 20-nə çıxıram. X-im də olur 35. Uşaqlar, burada nəyə fikir verirsiniz? X Y-dən böyük olanda böyükdən kiçik çıxır yazır. Y X-dən böyük olanda Y-dən X-ə çıxır yazır. İndi gəlin gedəyin, görün biz nə alacağıq. X-im oldu 35, Y-im də 20-dir. 35 bərabərdir 20-yə. Bərabər deyil 20-yə. Hə, bərabər deyil. Nə yazıram? 35 böyükdür 20-dən. Hə. Onda x bərabər nəyə? 35 çıxılsın 20. X-im nədir? 15. Təzədən qayıdıram bu bir tərəfə. Gəlin, indi aşağıdan yazsam növbəti mərhələni. İndi yenidən yazıram. 15 bərabər deyil 20-yə. Hə. 15 böyükdür 20-dən. 15 böyükdür 20-yə. Yox. Onda nə yazıram? Y bərabərdir 20 çıx 15. Y çıx x. Düzdür. Y-im də olur 5. İndi 15 bərabərdir 5-ə. Bərabər deyil 5-ə. Hə. 15 böyükdür 5-dən. Yox. Onda 15 daha doğrusu böyükdür 5-dən. Hə. Onda x-im nə olur? 15 çıx 5 bərabərdir 10-a. X-im də oldu 10. Düzdür. İndi burada nə yazıram? 10 böyükdür, bərabər deyil 5-ə. Hə. 10 böyükdür 5-dən. Hə. X-im onda nə olur? 10 çıxılsın 5. Düzdür. X-im də oldu 5. İndi sonuncuya baxırıq. X nədir? 5. Y nədir? 5. 5 bərabər deyil 5-ə. Yox. Nəyə çap edirik? X-dan Y-ə. Nə oldu qiymət? 5. Düzdür. İndi uşaqlar. Bu ifadə adlanır Evklid algoritmi. Bu yazılışa deyilir ki, bu blok sistemə deyilir ki, 2 ədədin əbobunun hesablanması. Hesablanması. 2 ədədin əbobunun hesablanması. İstənilən 2 ədədin əbobun bu algoritməni hesablaya bilərsiniz. Aydındır? Bu cürünə gedə-gedə. 55 ilə 75-in əbobu neçədir? 5. Gördün, 5-i tapdıq. İstənilən evdə, bax 4-cü sualda, yerinə istədiyin ədədi qoyub hesablayarsın. Aydındır? 2 ədədin əbobunun hesablanmasıdır. Yazırsan, evdə davam edib yazarsın arxasına. İndi baxırıq nəyə? Məsələn, 5-ci sualı yazın. 5-ci sualı yazırıq. Burada yazın. Gəlin 7-ci suala baxalım. 7-ci sualda da çətin bir şey deyil. Bayaqki tiplərə aid suallardır. Amma bu 7-ci sualda 3 ədədin ən kiçiyinin tapılması algoritmidir. 3 ədəddən ən kiçiyinin tapılması. Bax, 3, 4, 5. X-a 3-dür. U 3 olur. U kiçik böyükdür Y-dən. 3 kiçikdir 4-dən. Yox. Onda U nədir? Yox.
onda daha doğrusu deyək ki, 3 ədəddən ən böyüyünün tapılması. 3 ədəddən ən böyüyünün tapılması algoritmidir. Bunu özünüz evdə hesablayarsınız. Eləcə də bunlar da. Bu 8'lər, bunlar asandır. Bunlar rahat gedəcək. On ikinci sualı özünüz bir yaxşı düşünərsiniz. Uşaqlar, indi 13-cü suala baxın. 13-cü suala baxın. Bayaqki algoritm oxşuyur Evklid algoritminə. Dəqiq. Nə 2 dənə? Nə? Aç olursun, yox idi onda da. 4-cü sualı aç. Bax. Baxın. 13-cü sualda bizi AB ədədini daxil edir. A-dən B deyir bərabərdir, yox. Əgər bərabər deyilsə, müqayisə elə. Hansı böyükdürsə, böyükdən balacanı çıx. Məsələn, A böyükdür B-dən, yox. Yəni B böyüksə, B-dən kiçik çıx. Bayaq göstərdiyim misaldır. Evklid algoritmi gedir bu. Evklid algoritmi. Aydındır. Evklid algoritmi adlanır bu. 2 ədədin əbobunu tapır. İndi siz bunun yerinə, baxın, sizə belə bir şey deyim. Algoritmin fraqmentinin təyinatını müəyyən edin deyəndə necə müəyyən edirsiniz? Yerinə A-la B-nin ədədlər daxil edirsiniz. Baxırsınız, görürsünüz, axırda nəyi alacaqsınız? O formada hesablayırsınız. İndi göstərəcəm. Məsələn, gəlin baxalım 14-cü suala. On dördüncü suala görəyin nə deyir bizə? S bərabərdir 0. I bərabərdir 0. I kiçikdir n-dən. I neçədir? 0. 0 kiçikdir n-dən. Bizim n-imiz var. Bilmirəm axı. Gəlin onda n-ə ədəd daxil edək. N-ə deyək 5-dir. Özümüzdən daxil edirik. N deyək 5-dir. Bax, cavablara da baxırsan 1-dən n-ə kimi, 1-dən n-ə kimi. Deyirəm ki, bir n daxil edək. 1-dən n-ə kimi demir. Görək axırda 1-dən n-ə kimi nəyi hesablayacam? Cəmi hesablayacam, hasili hesablayacam, nə hesablayacam? Bax, i kiçikdir n-dən. I 0-dır. 0 kiçikdir 5-dən. Hə. Onda i bərabərdir nəyə? I plus 1-ə. Yəni, i'miz 0 idi. Plus 1, i'miz oldu 1. S-imiz nədir? S plus i. 0 plus 1-ə. Düzdür. Sonra nə edirəm? Buradan çıxıram, gedirəm, ikinci dəfə dövr edirəm. Bax, mən bu dövrə bunu deyirəm. Siz də belə yazmağı öyrənin. Sonra i kiçikdir n-dən. i'miz neçə oldu? i'miz neçə oldu? Aha, diqqətiniz burada olsun. Deyəndə cavab verin dərhal. i'miz 1. 1 kiçikdir 5-dən. Hə. i'miz nə olur? 1 vahid artırırıq yeni. 2. S-imiz nə olur? 1 plus 2. S plus i. S-im 1 oldu. İndi təzə S-im, köhnə S-imin üstünə bir də i-ni gəlirəm. O formada alıram. S plus i. Yenidən dövr edirəm 3-cü dəfə. i nə oldu? 2. 2 kiçikdir 5-dən. Hə. i bərabərdir 1 vahid artırıram 3. S də bərabərdir 1 plus 2. Bax, köhnə S-im. S bərabərdir S plus P. Bu mənim köhnə S-imdir. Köhnə S-imin də qiyməti budur. Mən bunun yerinə üstünə də nəyi gəlirəm? i-ni. i nədir? 3. Bax, bir də 3-ü gəlirəm. Başa düşdüm bu gedişatı? Dəqiq.
Mənim bu S-im nədir? Köhnə S-im. Bunun yerinə nə yazıram? Bax burada. Elə bil S plus i-dir. Bu S-i bunun yerinə yazıram. I-ni də 3-dür deyə belə bu alınır. Bax bu formada. Dəqiq aydındır. Aha. Keçdik növbəti. I-miz oldu 3. 3 kiçikdir 5-dən. Yenə hə. I-miz olur 4. S-imiz nə olur Elvira? Elvira. Yox, elə demə. 4 gəlib. S 3 deyil. 1 plus 2 plus 3'dür. 1 plus 2 plus 3'dür. Üstünə də nəyi gəldik? I-ni. 4'dür. Düzdür. İndi keçirəm. 4 kiçikdir 5-dən. Hə. I nə olur? 5. S nə olur? 1 plus 2 plus 3 plus 4 plus 5. İndi 5 kiçikdir 5'dən. Yox. Nə olur? S çap olur. Bax, yox. Gəlir nə edir? S-i çap edir. S çap olur. S-in qiyməti nə oldu? 1 plus 2 plus 3 plus 4 plus 5. N-im 5 idi. Mənim N-im 5 idi. Bu neynədir? Birdən N-ə kimi ədədlərin cəmini hesabladı. Birdən N-ə kimi deyirik. Bax, A bəndi. Birdən N-ə kimi ədədlərin cəmin hesabladı. Aydındır. Aha. Növbəti. Bunu indi evdə yazacaqsınız da. Düzdür. İndi gəlin. İndi gəlin. Sizlə baxalım. Məsələn 18-ə. Görəyin 18-də nə deyir? Görə bilirsiniz ekranı. 18-də deyir ki 1 üstə 2 üstə 3 üstə nöqtə 99 100. Nə deməkdir bu? 1-dən 100-ə qədər ədədləri cəmləyib. 1-dən 100-ə qədər ədədləri cəmləyib. Blok sxem 1-dən 100-ə qədər ədədləri cəmləyir. İndi bizə deyir ki, bu sual işarələrinin yerinə nə yazaq? Aşağıda qoyub. Bax, burada. Bu heç. Bu nə yazaq? Aydındır. İndi bizdən bunu istəyir. Gəlin baxalım. N bərabərdir 1, S bərabərdir 0. Neyniyib burada? S ilə N-i cəmləyib. Bax, N-imiz 1-dir. S ilə N-i cəmləyib. S-imiz 0-dır. Yəni, köhnə S-in üstünə həmişə nəyi gəlir? N-i. Deməli, mən N-imi neynəməliyəm? N-i artırmalıyam da hər dəfə bir dənə. Düzdür. N-i hər dəfə bir dənə artırmalıyam ki, mən S-in üstünə bir dəfə 1 gəliyim. Bir dəfə yenə N gələndə N-im olsun 2. Bax, S bərabərdir S plus N olmalıdır. Bax, bunu yazıb. Bax, buradakını yazıram. S bərabərdir S plus N. Mənim S-im 0-dır. 0-ın üstünə 1 gəlməliyəm. Gələn dəfə dövr eləyəndə nə gəlməliyəm? 0-ın üstünə 0 deyə yazmayaq heç. 1-in üstünə 1 də nə gəlməliyəm? 2. Bax, bunun kimi. 3-cü dövrədə nə gəlməliyəm? 1 plus 2 plus nə? 3. Bax, bu da n-lərimdir mənim, n-im. Yəni, mənim hər dövrədə n-im bir vahid artmalıdır. Aydındır. İndi ona görə mən burada yazıram. Gəl, bunu bir silib baxalım. Mən indi ona görə orada nə qeyd edirəm? M bərabərdir M plus 1. Aydındır. Aha, indi gəl baxaq. S bərabərdir 1. N bərabərdir də deyirik.
n plus 1. İndi və bu şərt hissəsinə nə yazaq? Düşünün, n'imiz 1 idi. Bax, gəlin şimdi bunu bir yazıb gedəyin yenə də. Bax, n'imiz 1'dir. S'imiz 0'dır, düzdür. Mən burada şərtim var, nəsə şərt qoyuram. Hə, S'im nə olur? 0 üstə n, 1. N'im nə olur? 2. Yenə gəlib burada şərti yoxlayıram. S'im nə olur? S plus n. S'im 1 idi, üstə gəlirəm n, 2. Sonra n'i yenə artırıram. N'im olur 3. Aha, indi burada mən şərt yoxlayıram. İndi yox, n yox. Aha, bəli, n. İndi burada şərt yoxlayıram. Ta ki gəlsin hara kimi? Bax, nöqtə, nöqtə, nöqtə. Hara kimi? Axırda belə olsun da. Məsələn, n'in məsələn 99 qiymətində, n'in 99 qiymətində. Necə eləyirik? S bərabərdir, yazıram burada. S bərabərdir. 1 plus 2 plus 3 nöqtə, nöqtə, nöqtə. 99. N də bərabərdir nə olur? 100. N bərabər olur 100. Nədir, getmir? Bax. Elvira, algoritm sırf ancaq düşünüb diqqəti bura qoymaq tələb edir. Bunun bir yolu, necə ki, bax, bugün evdə gedib məşğul olmuşdun, araşdırıb baxmışdın, yolları tapmışdın. Bunun bir yolu var ki, bunu ancaq özün oturub bütün gücünü qoyub öyrənəsən. Gəl yenidən deyim. Bax, n bərabərdir 1, s bərabərdir 0. Bax, bunu da silək, hamısını başdan bir dəfə gedək bunu. Bax, n'im 1'dir. Elə otur ki, görə biləsən ekranı. N'im 1'dir, s'im 0'dır. Mən burada nə gözləyir? Şərt. Mən bilmirəm bura nə şərti yazım. Burada nə var? S bərabərdir, S plus n. S'im nədir? 0. Üstə gəlinsin nə? 1. N'im də 1'dir. S'im oldu nə? 1. N'im nə oldu? 1 plus 1. Niyə özümüzdən yazırıq səncə? Çünki fikir verirsən, burada s'in üstünə s plus n gəlir. Həmişə də bir vahid artır. Mən indi bunu bir vahid artırmalıyam da, n'imi. N'imiz əvvəl 1 idi axı. N'imiz n 1'dir. N bərabərdir 1 plus 1, n'imiz olur 2. N'imiz əvvəl 1 idi. Sonra da üstünə nəyə gəlirəm? Bu 1'i gəlirəm. 1'in üstünə 1 gələndə nə eləyir? 2. N'imiz ona görə olur 2. Sonra qalxıram yuxarı. 2. Burada şərt olur. Bilmirəm hələ o şərt nədir. İndi o şərtə gətirmək istəyirəm sizin fikriniz elə. Sonra mən yazıram. S bərabərdir. S plus n. Yəni S bərabərdir. S'im əvvəl 1 idi. Üstünə nəyə gəlirəm? 2. N'im nə olur? Yox, n'im. N plus 1. Əvvəl 2 idi. N plus 1. Əvvəl 2 idi. Üstünə də 1 gəldim. N'im oldu 3. N'im ilə bir vahid artırıram. Mən buna sayğaz deyirəm. Bir vahid artırmaq. N'im hər dövrədə bir vahid artacaq. Bax burada. Hər fırlananda bir vahid artacaq. İndi s'im də nə olur? 1 plus 2 plus 3 plus, yox, 1 plus 2 plus 3. N'im nə olur? 4. Bax, burada şərt hissəsini boş saxlamışam ha, hələ. Hamısında. Bax, bu hissəni əslində hələ bilmirəm nədir, ona görə. İndi, düşünün ki, bax, nöqtə qoyuram, yəni 5, 6, 7 hesablayırıq. Gəlirik hara? 99'a. Yazıram ki, s bərabərdir 1 plus 2 plus 3 nöqtə 99. N'im nə olacaq? 100. Bax, burada 3 olanda N'i gəlirsəndə. Nə? 100 verəndə həqiqini hesablamaz. Hesablayacaq. Sayğac sonradır. Burada olacaq bu. Yox.
göstərəcəm. İndi bax Elvira, niyə n? Bax burada n-i üstünə gəlirəm də. Hə, 99 plus 1. Ay sağ ol. 99 plus 1 o da olur 100. İndi bax s-im budur. Bax mənə burada 100-ü də verib. Mənə burada yuxarı bax, yuxarı. Mənə burada 100-ü də verib. Mən hələ 99-a kimi cəmləmişəm. Mənim axırda bu n-im gəlir 100 ilə də dövrəyə girir. Mənim bu n-im 100 ilə də dövrəyə girir. Deməli mənim n-im 100 ilə dövrəyə girir, nə olur s-im? 1 plus 2 plus 3 nöqtə 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 99 plus 100. Düzdür? Sonra n-im bir vahiddə artır, nə olur? 101. Amma 101 ilə girə bilir? Yox, bax, çünki 100-ə bitib. Deməli mənim n-im kiçikdir 101-dən. Və yaxud da başqa necə yaza bilərəm? En kiçik bərabərdir 100-dən. Aydındır. İndi mən bu iki şərtin ikisini də götürə bilərəm. Cavablara baxıram, kiçik 101 yazıblar, yox. Kiçikdir 100 yazıblar. Hansıdır? Deməli, bax burada n kiçikdir 100, bərabərdir 100. Burada da m yazmışam, n bərabərdir n plus 1 olur. Cavab olur B variantı. Bu suala mütləq şəkildə evdə baxın. Aydındır. Algoritm elə bir şeydir ki, bunu durub mən belə sizə şifahi izah edəndə siz bunu başa düşməyəcəksiniz. Siz gərək bunu yazasınız ki, sonra başa düşəsiniz. Daha sonra. 19-u indi özünüz yazın bir dənə. Deməli, nə edirik? X-a bir dənə 5 qiyməti daxil elədik. Həmin 5 qiymətin m-ə mənimsədir, verir m-ə. Sonra n 1 deyir. N-ə 1 ona görə deyir ki, saymağa görə, bir-bir getməyə görə. Deyir, 1 kiçikdir 100-dən, x-a yeni bir qiymət daxil edirik. İxtiyari bir qiymətdə daxil etmə blokudur. Ürəyin neçə istəyir, daxil elə. Deyirəm 7. X olur 7. Bax, x-in bu 5 qiyməti yadımızdan çıxır. Sonra nə edir? M böyükdür x-dan. M-imiz nə idi? 5. X-in bayaqşı birinci qiyməti. Deyir, M böyükdür x-dan. 5 böyükdür 7-dən. Yox. Onda nə? Yox. Onda nə iş görürsən? N bərabərdir. N plus 1. N-imizi nə edir? 1 vahid artırır. N-imiz nə olur? 2. Sonra gəlirəm. 2 kiçikdir 100-dən. Hə. Nə edirəm? Yenə bir dənə x daxil edirəm. Aha, bəli. Yox, sən tapmayacaqsan. Sən bunun ikisini üçün gedəndən sonra avtomatik deyəcəksən ki, müəllim, bax, bir dənə x-a daxil elə. X-a bir dənə daxil elə 20. X-a daxil elə 20. İndi m nə idi? 5. 5 böyükdür x-dan 20-dən. 5 böyükdür 20-dən. Yox. Onda yenə artırır. 5 böyükdür 20-dən. Yox. Yenə n-imiz olur nə? 3. 3 kiçikdir 100-dən. Hə. X-imiz nədir? Gəl x-a 2 verək. 5 böyükdür 2-dən. Hə. Görək hər qoluna nə iş görür? M bərabərdir x. 2-ni verir m-ə. Aha. 2-ni verdi m-ə. İndi burada nəyə baxırıq? Axırda da nəyə çap edir? M-i. Deməli, bu bax, x-a 5 daxil elədik. 7 daxil elədik, 20 daxil elədik, 2 daxil elədik. Hal-hazırda hansını alıb? 2-ni. Deməli, bizim daxil elədiklərimizin içində x-in hansı qiymətini alır bu m? Ən kiçik. Bax, 5 daxil elədim. 5 daxil elədim. 7 daxil elədim. 20 daxil elədim. 2 daxil elədim. Bax, bitdi hansını aldı? 2-ni. Deməli, 3 dənə gövdəyə getmişəm. 3 gövdə getmişəm deyə n-in 3 qiymətində. Nəyi alıb? 2-ni də 4 dəfə elə bir x-a qiymət daxil edim. Ən kiçiyini aldı. Deməli, m-in ən kiçik qiymətini alır.
X-in daha doğrusu daxil edilmiş X-in ən kiçik qiymətini alır. Amma neçə dənə daxil edilmiş? Yox. 99 dənə demirik. 4 dənə yox. İndi bizə 4 dənə də. Biz buna 4 dənə deyirik. Biz buna 4 dənə deyirik. Aha. 100'ə qədərdir axı. Kiçikdir 100. Yəni kiçikdir 100 nə deməkdir? 99 dənə olanda ödəyəcək. 3 nöqtə 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 1 2 3 nöqtə 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 99 kiçikdir 100-dən. Hə. Yenə X-a bir daxil eləyəcək nəsə. Məsələn daxil eləyək. Burada 3. Aha, jiba n bərabər olacaq burada 100-dən böyük. 100 kiçikdir 100-dən yox. Ödəməyəcək. Deməli neçə qiyməti? 99 dənə burada, 1-dən 99-a qədər neçə eləyir? 99. Bir dənə də burada var idi. Hələ bir dənə də qiyməti burada daxil eləmişik. Olur 100. Deməli X-in daxil olduğu 100 bəli də X-in 100 qiymətində daxil edilmiş ən kiçik qiymətin hesablayır. Bax, birdən yox. İxtiyari 100 ədədin ən kiçiyini müəyyən edir. İxtiyari 100 ədədin ən kiçiyini müəyyən edir. Deyə bilərsən ki, müəllim, niyə 99 olmadı? Axı birdən kiçikdir 100 daxı burada. 99-a kimi gəlir? Mən də deyirəm ki, axı burada da birin də əvvəlcə daxil elə daxil. Ona görə 100 ədəd olur. Aydındır. Ev tapşırığı aydın oldu sizə.